İndi Fransada biz verəcək, Fransada oktyabr ayında. Millimizə elə qoyacaq ki, heç çöldə milli belə qalmayacaq. Yəni milli belə qalmayacaq. 2 milli, 1 milli belə qalmayacaq. Hamısı içinə girəcək. Millimizə elə qoyacaq Fransızlar. Qoysun. Bu baş məşqçinin üstünə niyə saldı? Səbəbini sizə deyəcəm. Səbəbini sizə deyəcəm ha. Qəsdən jurnalistləri bunun üstünə salıblar. İstefa versin deyə. Jurnalistləri it kimi salıblar bu baş məşqçinin üstünə. Niyə? Gəlin bir baxaq. Dünən 10 milyonluq əhalisi olan Azərbaycan millisi, 300 minlik əhalisi olan, 300 minlik əhalisi olan Gəncədən balaca, Sumqayıt boyda əhalisi olan İslandiyaya uduzdu. 5-0. 3 milyon dollar təzminat verməməyin dərbindən jurnalistləri xodlayıblar, qızışdırıblar, töküblər 70 yaşlı trenerin, yaşlı kişinin üstünə ki, onu təhqir etdirirlər ki, Portuqaliyalı baş məşqçi Fernando Santos özü istefa versin. Amma o da istefa vermir, dirənir, yaxşı eləyir. Millidə niyə tapşırıqla, xahişlə, minnətlə, əmoğlu, dayıoğlu söhbətindən Qurban Qurbanovun kürəkəni Abbas, oğlu Musa niyə oynaya bilmir amma orada komandadadılar? Bəylərin oğlanı qapçı Şahrudin, bəylərlə yatan, bəylər Əyyubova arxadan tıxıyan Şahrudin bir ara Türkiyəyə getdi. Türkiyə dedilər alıbdı. Hər getdi, kimdi belə barmaqdan əmələ gələnə sahib çıxar? Kimdi belə yaramaz adamı komanda? Sadəcə bəyləri daldan qoyur deyə, bəylərin oğlanıdır deyə millimizin qapçısıdır. Biri bəylərin oğlanıdır, millinin qapçısıdır. Hansı Nazir'in arvadının xoşu gəldiyi oğlan başqa oyuncudur. Qurbanın oğlu orada Musa, Qurbanın nə bilim kürəkəni orada, Qurbanın bacanağı orada. Dəlisiniz siz.